Herkese salam, ben Nuray Mustafayeva. Yeni kanalımın ilk videosuna hoş gelmişsiniz. Gəlin ilk öncə özüm haqqında ətraflı məlumat verim, daha sonra keçək videomuzun əsas mövzusuna. Adım Nuraydır, bu il artıq 9-cu sinifi bitirirəm. Yəni az qalıbdı bildiyiniz kimi də. Bu il 12 aprel 9-cu sinif buraxılış imtahanında ikinci zonlu olaraq iştirak etmişəm və imtahan nəticəm 287.2 baldır. Azərbaycan dili 94.1 bal, riyaziyyat 93.1 bal və ingilis dili 100 baldır. Ona əlavə edim ki, mən 3-cü qrupam, yəni hüquqşünaslıq ixtisasına hazırlaşıram. Bundan əlavə hobbilərim haqqında məlumat verim ki, yeni dil öyrənməklə dərindən məşğul oluram. Yəni ikinci dil olaraq ingilis dilini öyrənirəm. Əslində yeni bir dilə də başlamışam, amma onun haqqında daha sonraki videolarımda daha ətraflı məlumat verərəm. Daha sonra hüquqla bağlı kitabları oxumağı çox sevirəm. Yaradıcılıqla, rəsmlə məşğul olmağı sevirəm. Əsasən də rəsmlə çox dərindən məşğul oluram. 4 il əvvəl rəsm kursuna imtahan verərək daxil olmuşam, qəbul olundum yəni və bu il artıq bitirirəm, az qalıbdı onu da bitirməyimə. İndi isə keçək bugünkü videomuzun mövzusuna. Mən əslində B variantıyam. Amma yenə də sualların mövzusunu deyəcəm ki, yəni hansı variantdansızsa da yenə biləsiniz hansı suallarda səhvləmişəm. Riyaziyyatdan başlayaq. Riyaziyyatda mənim bütün qapalı suallarım düzdür. Açıq suallarımdan ikisinə də tam bal verilib, ikisinə yarımçıq bal verilib. 79-cu sual, yəni ki, orada düzbucaqlı sualı var, hansı ki, orada bizdən metrik münasibətlər tələb olunurdu. Metrik münasibətlər tələb olunan sualda, orada mənim metrik münasibətlər niyəsə ağlıma gəlməyib, bilmirəm niyə. Əslində səhər təkrar edib elə getmişdim imtahana. Bir də ehtimal sualı. Ehtimal sualında rəqəm səhv eləmişəm. Yəni orada 26-da 10 vurulsun, 25-də 13 olmalı idi əslində. Yəni orada da səhvləmirəmsə 10-da 2 alınırdı nəticə. Amma mən orada 25-də 23 yazmışam. Yəni bir dənə 13 yerinə 23 yazmağım cavabımın səhv olmağını gətirib çıxardı. Yəni bu sualıma da səhvləmirəmsə 2-də 1 bal verildi. Amma yenə də yəni məncə yaxşı nəticədir. Keçək Azərbaycan dilinə. Azərbaycan dilində mənim bütün qrammatika suallarım düzdür. Mətnlərin hərəsindən bir qapalı sualda səhvim var. Mən o abzaslara aid olan suallar elmi mətndə idi, hansı ki, yarışsız il. Həmin abzaslara uyğunlaşdırma sualını səhv eləmişdim. Bədii mətndə məndə boşluqlara uyğunlaşdırma sualı var idi. Mən o sualı səhv eləmişəm. Həqiqətən mətni bir neçə dəfə oxuduqdan sonra o sualı tapmaq son dərəcə, yəni düşünürəm ki, asan olardı. Amma yəni niyəsə o sualı səhv eləmişəm. Keçək ingilis dilinə. İngilis dilinə bildiyiniz kimi hər şey düzdür. Və sona 2 dəqiqə qalmış artıq imtahanı bitirdim. İmtahanla bağlı yaşadıqlarım və daha sonra hər fənə aid tövsiyələrim haqqında danışacağam. Qeyd edeyim ki, mən gecə saatları dərs oxumağı heç xoşlamırdım. 9-dan 12-yə qədər biraz dərs oxuyurdum və bir də uyanırdım 4-də. 4-dən 7-yə qədər, yəni ki, 7-dən etibarən artıq məktəbə hazırlaşırdım. 4-dən 7-yə qədər də dərs oxuyurdum. Axşam saatları oxuduğumdansa, səhər saatları oxuduğum, yəni elə vaxt oxuyurdum ki, 4-dən 7-yə. Yəni çox gümrah hiss edirdim həqiqətən. Çox, yəni yaxşı şəkildə, sanki o 3 saat 6 saata bərabərmiş kimi əlverişli şəkildə dərs oxuyurdum. Yəni, əgər siz də gecə saatları oxuya bilmirsinizsə, dərsinizi çalışın ki, səhər vaxtına sala bilərsiniz. Yəni, səhər vaxtı durub, yəni ən azından 1-2 saat tez durmaq yaxşı ola bilər. Amma bu tamamilə özünüzün seçimidir. Çünki mən elə şagirdlər tanıyıram ki, gecə vaxtı oxuyur və rahatçılıqla oxuya bilir. Gecə vaxtı onlara daha uyğun vaxtdır. Yəni, bu tamamilə sizin öz seçiminiz. 9-cu sinifin başlarında da biraz həyecanım var idi. Artıq sonra normallaşdı. Çünki görürdüm ki, sınav nəticələrim get-gedə ilin ortalarında düzəlməyə başlamışdı. İlin əvvəlində mən birinci sınavda 237 bal topladım və pis hiss elədim. Çünki mənim hədəfimə görə bu çox uzaq bal idi. Yəni mən düşündüm ki, fərqlənmə belə ala bilmərəm. Sonra müəllimlər mənə motivasiyadan düşməyə icazə vermədilər. Mən daha çox çalışdım. Yanvar ayından sonra bir də başladım sınavlara. Artıq 3 dənə sınava getdim. Daha sonraki nəticələrim belə oldu, sınav nəticələrim. 279, 282 və 270. Belə deyim ki, mənim getdiyim sınav imtahanlarından düşünürdüm ki, bu sınav imtahanı həqiqətən eyni səviyyədə. Nə digərindən daha asan deyil, nə də çətin deyil. Elə bir oxşar səviyyədə düşmüşdü getdiyim sınav imtahanlarına və mən özümdən 280
bal gözləyirdim. 275-280 arası bal gözləyirdim, amma 287 bal gözləmirdim. Gəlin hər fəndən bağlı məsləhətlərimi verim. Birinci başlayaq riyaziyyatdan. Riyaziyyatın yaxşı bilməyimin səbəbi əsasən məktəbdir. Çünki mən məktəbdə o qədər inkişaf etdirmişdim ki, riyaziyyat. Hazırlıqda gördüm ki, mənim çətinlik çəkdiyim heç bir məqam olmurdu. Məktəbdə nə qədər öyrənsəz, özünüzü inkişaf etdirsəz, bir o qədər yaxşıdır. Yəni birinci məsləhətim budur. Keçək digər tövsiyəmə riyaziyyatdan bağlı. Mən qeyd dəftəri tutmuşdum. Bu qeyd dəftərinin adı səhv dəftər də ola bilər. Nə bilim, bilmədiyiniz suallar dəftəri də ola bilər. İmtahanın son bir neçə ay qalmış. Özünüz üçün bir dəftər tutun. Vərəqlərə yazmaq da sizi daha çox motivasiya edə bilər. Əslində bütün il boyu o səhv dəftəriniz olsa daha yaxşıdır, amma başa düşürəm. Hər daim sistemli şəkildə hər şeyi kontrol altında saxlamaq mümkün olmur. Düzdür? Amma imtahana bir neçə ay qalmış, artıq o vərəqlərə yaxud sevdiyiniz dəftərə yaza bilərsiniz ki, imtahanı gedəndə təkrar edə bilərsiniz. Riyaziyyatdan tövsiyələrim bunlardır hələ ki. Bəlkə daha sonra bununla bağlı daha ətraflı video göndərirəm kanala. Daha sonra keçək Azərbaycan dilinə. Mənim Azərbaycan dilində qrammatikam yaxşı olubdu. Dediyim ki, məktəbin rolu üzərimdə çox olub. Məktəbdə də çox çalışmışam. Daha sonra hazırlıqda da özümü inkişaf etdirmişəm. Müəllimlərimiz bizə həm hazırlıqda, həm məktəbdə o qədər dəstək olurdular ki, hər birinə təşəkkür edirəm. Və məktəbdə qrammatikanı çox yaxşı bilirdim. Amma mən mətinlərdən çox zəif idim və sınaqlarda mənim balımı düşürən, elə birinci sınaqda da balımı düşürən mətin səhvlərim olurdu. Ancaq daha sonra həm məktəbdə, həm hazırlıqda mətinlərin üzərində işlədik. Mənim sizə xüsusi bir tövsiyəm mətinləri işləmə texnikasıdır. Bunu deyim ki, əsla mənim kimi, mən yanvar ayına qədər bu texnika ilə gedirdim. Mətni 2 dəfə oxuyurdum, sonra suallara keçirdim. Sonra o sualları bütün gün mətndə axtarırdım. O həqiqətən pis üsuldur. Heç vaxt bunu eləməyin. Əvvəlcə sualları bir dəfə üzdən keçin, oxuyun. Baxın görün sizdən nə istənilir. Daha sonra keçin mətni oxuyun. Mətni oxuduqdan sonra baxın, suallardan bəzilərini yaza biləcəksiniz. Suallar azalmış olacaq. Daha sonra mətni bir dəfə də oxuyun və daha sonra yaza bilmədiyiniz suallara da baxın. Siz o mətnləri çox yaxşı yazacaqsınız. Azərbaycan dilində mətnlərdən əsas tövsiyəm budur. Keçək ingilis dilinə. İbtidai sinifdən etibarən əslində ingilis dilində söz bazamı hər daim genişləndirmişəm və 3-cü sinifdən etibarən səhv eləmirəmsə speaking dərslərinə qoşuldum və həqiqətən də speaking dərslərində də çox böyük fərqlənmə müşahidə edirlər müəllimlərimə də. Çox həvəslə yanaşırdım ingilis dili dərslərinə. Müəllimlərimiz bizə interaktiv oyunlar hazırlayırdılar, hansı ki, çox maraqlı keçirdi dərslərimiz, möhtəşəm keçirdi. Mən də çox həm əylənirdim, həm maraqla dərsə yanaşırdım, ingilis dilinə yanaşırdım. Belə deyim ki, mən ingilis dilini bir fən kimi yox, dil kimi öyrənmişəm və ən çox da speaking dərslərində, speakinglə məşğul olmuşam. Mənə əsasən burada listeninglər kömək olurdu. Söz bazanızın genişliyi. Baxın, birinci tövsiyəm budur ki, söz bazanızı hər daim genişləndirməyə çalışın. Daha sonra ikinci tövsiyəm budur ki, listening. Listeningi mən demirəm ki, sadəcə dimin audio materiallarından dinləyin. Buna əsla demirəm və bu sizi sadəcə bununla məşğul olsanız geridə qoyacaq. Podkastlara qulaq asın. Sevdiyiniz mövzularda dinləmələr edin. Məsələn, mən səyahət mövzularını sevirdim və bu mövzuda vloglara baxırdım. Bunlar da. Daha sonra animasiya filmlərini, bəzilərini sevirdim. Mən çox animasiya filmi sevirəm, amma məsələn bəzilərini sevirdim. Hansı ki, Ratatouille, Up, bu kimi filmləri, animasiya filmlərini sevirdim. Onlarla məşğul olurdum. Baxırdım. Həqiqətən podkastlar, animasiya filmləri, daha sonra sevdiyiniz mövzularla bağlı vloqlar, məsələn vloqlar. Bunlar hamısı sizin inkişaf etməyinizə çox möhkəm, təməl qoyacaqsa listeningi çox inkişaf etdirməyə çalışın. İmtahanda listeningə bir dəfə qulaq asdım, daha sonra keçdim riyaziyyata. Mən sadəcə ingilis dilində bir dəfə dinlədim və başa düşdüm hər şey. Nə qədər ki podkastlara qulaq astınız, nə qədər ki sevdiyiniz mövzularda listeninglər elədiniz, o qədər qabaqdasınız, öndəsiniz.
Describing bölməsində əslində yəni çalışın ki, gündəlik həyatda, yəni ən azından gördüyünüz bəzi şeyləri təsvir etməyə çalışın. 5-10 cümlə gündəlik yazsaz, həqiqətən describing bölməsi də çox yaxşı inkişaf edəcək, heç narahat olmayın. Yəni çalışın ki, ingilis dilinə bir fən kimi yox, dil kimi yanaşın və həqiqətən də yəni çalışın ki, dil bilikləriniz hər zaman inkişaf etdirəsin. Mənim tövsiyələrim hələ ki bunlardan ibarətdir. Sizin əgər hər hansı rəyiniz olarsa, yaxud hər hansı məsləhətləriniz olarsa, mən mütləq onları nəzərdən keçirəcəm. Rəy bölməsinə öz fikirlərinizi, məsləhətlərinizi, yaxud da hansı video fikirlərinizi yazmağı unutmayın. Çox təşəkkür edirəm. Hər kəsə uğurlar arzu edirəm. Yüksək nəticə göstərmiş hər bir şagirdi təbrik edirəm. Və əgər aşağı nəticə göstərmisinizsə, heç bir önəm yoxdur. Yəni aşağı nəticə göstərmisinizsə, eyb yox, düzəldəcəksiniz. Bu imtahan bizə elə bir şansdır ki, gələcək səhvlərimizi daha yaxşı analiz edək. Buradakı səhvlərimizi analiz edərək daha yaxşı inkişaf edək. Yəni həqiqətən də heç vaxt üzülməyin buna görə ki, mən imtahanda aşağı nəticə topladım. Əsla buna görə ruh düşkünlüyü əsla yaşamayın və sınaq nəticələrinə görə qərar verməyin. Mən bu qərarı verib çox böyük səhv etmişəm. İndiyə qədər heç bir sınaq imtahanından dediyim kimi bu yüksək nəticəni toplamamışdım. Ən çoxu 282 bal gəlmişdi yəni məndə. Yəni dediyim kimi, hər kəsə bundan sonraki həyatında uğurlar arzu edirəm. Heç vaxt yəni yaşadığınız yəni pis hadisələrə görə, yəni imtahanın pis keçməsi və s. heç vaxt ruh düşkünlüyü yaşamayın. Əksinə bu aşağı yazdığınız imtahandan, sınaq imtahanından nəticə çıxarmağı bacarın. Səhvlərinizi qeyd edin, öyrənin və inanın ki, ən möhtəşəmi olmağa yox, günbəgün daha yaxşı olmağa çalışın. Bu sizi hər daim yəni birinci edəcək, inanın buna. Hər kəsə bundan sonraki həyatında uğurlar. Hələlik sağ olun.